Allah şükür edən insanları o qədər artırır, qazancına bərəkət verir ki, heç ummadığı yerdən ona qapılar açır. Şükür etməyin faydasını, dadını bilən insan şükür etməkdən əl çəkə bilmir. Və insan gün ərzində qeyri-ixtiyarı əlin göyə qalxır, Allah Taala'nın göndərdiyi hər balaca nemətə görə, ruziyə görə, sənə olunan xırda yaxşılığa görə belə deyirsən ki, sənə sonsuz şükürlər olsun. Və insan çox-çox şükür elədikcə Allah Taala verdiyi başqa nemətləri də sənin yadına salır ki, bax, bunları da sənə vermişəm, bunlara görə də şükür elə. Allah özü açır səndə onu, özü açmasa mümkünsüzdür. Allah Taala bax o ilahi icazəni hər kəsə nəsib eləsin, ilahi icazə mütləqdir. Siz elə bilirsiniz, biz öz başına əlimizi göyə qaldırıb şükür eləyirik, biz öz başına oturub Allahla danışırıq. Allah icazə verməsə, biz Allahın adını belə dilimizə gətirə bilmərik. Elə insanlar var ki, Allah Taala bilirsiniz onlara nələr verib.